Salam, dəyərli izləyicilər. Belə bir dənə maraqlı məlumat verim sizə. Depressiyanın müalicəsini tapmışam. Uzun illərdir mübarizə aparılan bir xəstəlikdir. Dərmanlarla, reabilitasiya mərkəzləri ilə, psixoloqlar vasitəsilə, alkoqollu içkilər vasitəsilə və s. axır. Yəni minlərlə mübarizə metodu var depressiyanın əleyhinə. Lakin bir metod var ki, biz daima onu yaddan çıxardırıq, ötürürük. Bu, daxilimizdə olan alovdur. Ümumiyyətlə, hər birimizdə yaralar var, travmalar var, problemlər var və bunların hər biri bizi depressiyaya sala bilir. Bəziləri bir ömür bundan yaşayır, bəziləri bir yerdə bu dostla vidalaşır. Lakin burada önəmli bir məsələ var. Bu mübarizə metodlarının bir çoxu effektiv olmur. Çünki istehlak cəmiyyəti, yəni kapitalizm belə işləyir. Dərdi yaradır, dərmanında satır. Bunların bu mübarizə metodlarının sadaladıqlarının böyük əksəriyyəti pulladır və effektiv də olmur. Burada çox vacib bir məsələ var. Biz hər birimiz daxilimizdə olan alovun fərqində olmalıyıq. Bu böyük bir alovdur. Xüsusən də gənclərdə bu alov daha çoxdur. Və hər bir depressiv ab-havanı, depressiv situasiyanı fürsətə çevirməliyik. Bu çox önəmli bir məsələdir. Çünki necə önəmli bir fürsətə çevirə bilərik biz bunu? Bizim üzləşdiyimiz problem və yaxud da hər hansı bir ayrılıq, tənha qaldığımız anlar, maddi çətinliklər bizdə müəyyən səviyyədə qəzəb doğurur. Kədər və qəzəb doğurur. Biz o qəzəbdən yapışıb maksimum istifadə etməliyik. Bunu köçürdə bilərik idmana, bunu köçürdə bilərik elmi fəaliyyətə. Uzun yürüyüşlər, uzun qaçışlar, hər biri depressiyanı udmaq üçün çox güclü vasitələrdir. Lakin başqa bir məsələ var burada. Biz içkiyə müraciət etdikdə, alkoqola müraciət etdikdə, narkotik vasitələrə müraciət etdikdə təəssüf ki, bu ötəri həzlərin hamısı bizə qalıcı peşmançılıqlar verir. Biz müəyyən səviyyədə problemimizi unuduruq, yaramızı unuduruq, travmamızı unuduruq. Amma bir müddət sonra bu problem daha böyümüş bir canavar şəklində üzərimizə gəlir və bizi içdən yeməyə başlayır. Ağlımızda olan, şuurumuzda olan bütün canavarları udmaq üçün, silmək üçün şübhəsiz ki, ən gözəl vasitə bədənimizə dəyər verməkdir, sağlamlığımıza dəyər verməkdir. Necə və nə cür bunu gələcək videolarda daha ətraflı izahını verəcəm. Ən əsas məsələlərdən biri sağlamlığımıza dəyər verək, fiziki aktivliyimizi saxlayaq və daxilimizdə olan alovun fərqində olaq. Yəni bizim seçimlərimiz bəllidir. Seçim qalır sizə, yaşayışınızı seçin, doğru seçin və bu depressiyaya qalib gəlmək üçün metodikanızı düzgün seçin. Gələn videolarda necə və nə cür, hansı fiziki hərəkətlər sizə xoşbəxtlik verə bilər, hansı qidalar, düzgün qidalanma və s. axır bununla bağlı da məlumat verəcəm. Sağ olun.